Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Keçən dərsdə söz verdiyim kimi bu dərsdə biz payti və uyti feillərinin həm fərqini, həm də oxşar tərəflərini öyrənəcəyik. Əgər bundan əvvəlki dərsi izləməmisinizsə, yəni getmək, gəlmək feili haqqında dərsi izləməmisinizsə, ilk əvvəl onu izləməyinizi tövsiyə edirəm ki, bu dərsi daha yaxşı başa düşəsiniz. Beləliklə keçirik dərsimizə. Artıq siz bilirsiniz, payti, uyti piyada getməkdir. Поехать, уехать miniklə getməkdir. İlk əvvəl biz başlayacağıq gələcək zamandan. Keçən dəfəki dərsdə olan cümlələrdən istifadə edəcəm ki, sizə də rahat olsun. Keçən dərsdə biz dedik, biz oturmuşuq bir yerdə və deyirik. Kimsə soruşur, nə edəcəksən indi? Tutaq ki, buradan çıxıb və yaxud da sadəcə oturmuşuq, deyirik ki, indi evə gedəcəm. Onda biz nə işlədirik? Ya paydu ili poyedu домой, evə gedəcəm. Bir də var, oturmuşam və uyedu, uydu haçan işlədirəm. Onda mən akcent edirəm ki, mən burada olmayacam. İlk baxışda sizə çətin gələ bilər, fərq nədədir? Yəni, uyti feilində akcentimiz birbaşa buradakı yoxluğa olur. Yəni, o insanın burada olmamağına olur. Misal üçün, belə bir cümlədə bunu deyə bilərik. Если ты продолжишь вести себя так, я уйду или уеду. Отсюда, misal üçün, buradan çıxıb gedəcəm. Əgər sən özünü bu cür aparmağa davam etsən, mən buradan çıxıb gedəcəm. Görürsünüz, burada bir də çıxıb sözü əlavə olundu bizim dildə. Bu o deməkdir ki, yəni mən buranı tərk edəcəm mənasında. Ümid edirəm ki, başa düşürsünüz fərqi. Biri var, sadəcə oturmuşam, deyirəm, сейчас paydu домой или поеdu домой. İndi evə gedəcəm, neytral bir şeydir. Amma biri də var ki, nəsə baş verir və mən orada akcent edirəm ki, mən burada olmayacam. Söhbət tək negativ mənada getmir, negativ bir şey olsun. Ümumiyyətlə, nəsə olarsa, mən burada olmayacam. Akcent verirəm ora cümlədə. Və yaxud da indiki zamanda baxırıq. Yenə, indiki zamanda biz NSV işlətməliyik. Пойти, поехать feili NSV-si идти, ехать-dır. Biz keçən dəfə öyrəndik ki, kontekstdə nasıl olaraq həm gəlmək, həm getməyi bildirir. Уйти, уехать feilində NSV-si уходить, уезжать feilləridir. Və mən əgər çıxıb gedirəmsə, bir yeri hal-hazırda tərk edirəmsə, adətən işlədəcəyim bu olacaq. Я ухожу. Я ухожу домой. Oturmuşuq və dururam, deyirəm ki, все, пока, я ухожу домой. Mən evə gedirəm. Düzdür? Bu nə deməkdir? Artıq mən buranı tərk edirəm. Belə olan halda biz idu da deyə bilərik. Ya idu домой. Ancaq adətən ухожу deyərik. Yəni, burada aksentim nədir? Mən buranı tərk edirəm artıq. Bu pis mənada deyil. Yəni, nəsə bir negativ mənada deyil. İstənilən halda bir məkandayıq və artıq dururuq getməyə. Deyirik, ya ухожу или мы уходим уже. Например, biz artıq gedirik. Yəni, buranı tərk edirik mənasında. İdiom da deyə bilərik, idu da deyə bilərik. Amma keçən dərsdə gördünüz, idu, itsi feilini işlətmişdim. Adətən çıxdıq və yoldayıq, idu deyirik. Amma bu kontekstlərdə hal-hazırda məkanda da olarkən də gedirəm deyəndə idu deyə bilərik. Nəyə görə? Çünki artıq mən yol üstündəyəm, durmuşam, hazırlaşıram getməyə artıq. Və elə olan halda yol üstündə olduğuma görə yenə də idu deyə bilərəm. Ya idu домой. Kimsə durub görürsünüz ki, məkandan çıxır, siz deyə bilərsiniz, kuda idешь? Yəni, hara gedirsən? Çünki artıq o yol üstündədir. Ya idu домой, mən evə gedirəm. Və yaxud da kimsə durub gedirsə, biz ona deyə bilərik, ты уже уходишь, sən уже gedirsən, artıq gedirsən, o deyir, da, ya ухожу, mən gedirəm, yəni buranı tərk edirəm. Gördüyünüz kimi, hər iki halda da bunlar sinonimdə işlədə bilərik. Amma aksenti daha çox indiki zamanda bir yeri tərk etmək deyirsinizsə, adətən уходить, уезжать feili ilə işlətməyiniz daha yerinə düşər. Keçmiş zamanda isə baxanda biz dedik keçən dərsimizdən ki, пойти, поехать hərəkətin başlamağı deməkdir. Yəni, mən getmək hərəkətini başladım. Sağollaşanda necə deyirik? Все, пока, я пошла домой. Düzdür? Eyni formada da mən deyə bilərəm. Все, я ушла. Və salam, mən getdim. Yenə nə deməkdir? Yəni, buranı artıq tərk etdim. Burada yoxam. İki vəziyyətdə də, iki sözü də daha doğrusu eyni vəziyyət üçün işlətmək olar.
Все ya başla, все ya uşla. Eyni şeydir. Uşla deyəndə sadəcə orada bir nüans. Bilirsiniz necədir? Belə hallarda dili biraz hiss etmək lazımdır. Sizə ikisi də eyni gələ bilər, amma bir müddət, bəlkə də indi bu dərsi izləyənlər aranızda var, rus dilini irəlilətmiş izləyicilər də var və onlar artıq bunu hiss edə bilir. Başla deyəndə sadəcə hə, getdim evə, uşla deyəndə də oradakı aksent var ki, artıq mən buranı tərk edirəm. Bu negativ mənada deyil. Sadəcə olaraq sən onu hiss edə bilirsən. Yəni nəticədə hər ikisi də düzgündür işlətmək. Bir neçə misala da baxaq, sizə daha aydın olsun deyə. Misal üçün işdəsiz, kimsə tutaq ki, müdürü soruşur, zəng edib. Siz də demək istəyirsiniz ki, o burada yoxdur, o çıxıb gedib. Çıxıb gedib nədir? Akcent edirsiniz yoxluğuna, buradakı yoxluğuna. Onda nə deyərik? Его нет. Он ушел. O çıxıb gedib, yəni yoxdur. Akcenti verdi yoxluğuna. On пошел desək bu cümləyə tam yerinə oturmuş bir ifadə olmayacaq. Çünki biz akcent edirik axı onun yoxluğuna. Yəni bu məkanda o yoxdur. Başqa bir misal üçün qonaqlar var. Tutaq ki, evdə indi artıq onlar durublar, gedirlər, düzdür? Biz nə deyərik? Гости уходят. Bu nə deməkdir? Yəni qonaqlar artıq akcent veririk, buranı tərk edirlər. Başqa bir misal. Завтра мы уедем за границу. Sabah biz xaricə gedəcəyik. Akcenti burada nəyə veririk? Yəni sabahdan biz burada olmayacağıq. Hansısa bir vaxt üçün biz xaricdə olacağıq. Ona görə уехать, уйти. Azərbaycan dilində biri var deyirik gedirik, bir də var deyirik çıxıb gedirik. Və yaxud da getdim, bir də var çıxıb getdim. Baxın, uyti feili həmin o çıxıb getmək feilidir rus dilində. Yəni çünki ilkin, əgər siz hələ təzə öyrənirsinizsə hərəkət feillərini, heç cür bu fərqi bir-birindən ayıra bilməyəcəksiniz. Amma harda düşünün ki, siz çıxıb gedirəm deyirsiniz, harda gedirəm deyirsiniz. Bəlkə belə olan halda siz daha yaxşı onu müqayisə edərək, daha yaxşı artıq yerində işlətməyi öyrənəcəksiniz. Bir də misal üçün mən deyə bilərəm də, Завтра я поеду к врачу. Sabah mən həkimə gedəcəm. Yəni artıq burada поеду deyəndə mən akcent vermirəm ki, mən burada olmayacağam. Mən həkimə gedəcəyimə akcent edirəm. Ona görə uyedu demirəm, çıxıb həkimə gedəcəm demirik də adətən. Sabah çıxıb mən həkimə gedəcəm. Biz deyirik sabah həkimə gedəcəm. Yəni payti feilini belə deyim. Bəlkə bu düzgün olmaz bu cür demək, amma mən çalışıram ki, mümkün qədər sizə ən sadə formalarla izah edim. Paytini getdiyiniz yerə akcent verəndə işlədirik. Uytini tərk etdiyimiz yerə akcent verəndə, yoxluğa akcent verəndə işlədirik. Mən düşünürəm ki, belə yanaşsanız daha da yaxınlaşmış olarsınız bunu başa düşməyə. Bir də bəzi məqamlar vardır ki, orada yalnız uyti və uехать feilini işlətmək olar. Başqa feil olmaz. Bu birbaşa tərk etməklə bağlıdır. Misal üçün, он ушел из дома. Biz он ушел из domanı iki halda deyə bilərik. Sadəcə o evdən çıxıb gedib indi yoxdur. Bir də var он ушел из дома tamamilə evi tərk edib, evdən çıxıb gedib. Və yaxud da он ушел из семьи. O ailəsini tərk edib, ailəsindən gedib. Он ушел от родителей. Valideynlərini tərk edib, fikir verən məkan olanda iz predloqunu işlədirik, insanlar olanda isə от predloqunu işlədirik. Он ушел от жены. O yoldaşını tərk edib. Və yaxud da они уехали из Azərbaycana. Onlar Azərbaycanı tərk ediblər, yəni Azərbaycandan çıxıb gediblər. Bu daha sadədir yadda saxlamaq, çünki birbaşa tərk etməklə bağlı cümlələr quracaqsınızsa, həmişə uyti, uехать feilini istifadə edə bilərsiniz. İstər NSV-sini, istər SV-sini. Bu qədər əziz izləyicilər, ümid edirəm ki, artıq siz bu feillərlə bağlı bütün suallarınıza cavab tapdınız. Yenə də aydın olmayan nəsə olarsa, hansısa bir vəziyyətlə rastlaşarsınız, bilməzsiniz hansını işlətmək doğru olar. Həmişəki kimi yazıb soruşa bilərsiniz. Sonda yenə kiçik çalışma var. Özümüzü yoxlamaq üçün sağ olun, növbəti dərsimizdə görüşənədək.